Anar, Gürcü familiyası. Bu nə qəribə telegram idi. Muradov Oktaya 29 Bakıdayam, reis 203 qarşıla, imzasız. 203-cü reislə uçan təyyarə Moskvadan gəlir. Amma axı kim ola? Moskvada heç kəs gələ bilməz. Heç kim gözləmirəm. Bu telegramı kim vurub görəsən? Ağlıma heç kim gəlmir. Hələ yaxşı ki, telegramı anam alıb. Bacım alsaydı, görünən mərəkə idi. Düz 1 il məni dolayacaqdım. Səhər erkən Aeroflot avtobusunun yumuşaq kürsüsünə sərələnib, öz-özümə fikir eləyirdim. Yaxşı, axı mən kimi qarşılamağa gedirəm? Avtobus şəhərin yuxulu küçələrindən keçirdi. Mən gələcək misafirim haqqında düşünərək pəncərədən yatmış şəhəri seyr eləyirdim. Yavaş-yavaş yuxudan oyanan şəhərin səhər mənzərələri fikirlərimi yayındırırdı və mən naməlum telegramın müəllifi haqqında qəti bir qərara gələ bilmirdim. Şəhərə sübh o başdandan baxasan. Ancaq o vaxt şəhərin əsl simasını, daş simasını, daş varlığını görə bilərsən. O zaman şəhər çılpaq, adamsız, hərəkətsizdir, yalxıdır. Bəzək-düzəksizdir, səssiz-səmirsiz, danışıqsız, neon reklamsızdır. Vitrinlər də sükuta qərq olub afişalarda. Daşlar donub, susub, uyuyub. Tək-tənha bir piyadanın boş, adamsız meydana damcılayan addımları, asfaltı naxış-naxış bəzəyən narın yağış, səhər yağışı. Moskvada və ölkənin başqa şəhərlərində yaşayan bütün dostlarımı, tanışlarımı xəyalıma gətirirdim. Yenə bir şey çıxmırdı. Müxtəlif səbəblərə görə heç biri ola bilməzdi. Bəlkə mənim Bakı tanışlarımdan, dostlarımdan biridir, Moskvadan gəlir. Yox ki, yox, heç biri ola bilməz. Bircə Ceyhundan başqa. Ceyhun kiçik qardaşımdır. Moskvada memarlıq institutunda oxuyur. Vaxtilə mən də oranı bitirmişəm. Bəlkə gələn Ceyhundur? Yox, ola bilməz. Əvvəla sırağa gün onunla telefonla danışmışam. Ovqatının təlx olmasından bildim ki, pulu yoxdur. Onun halını yaxşı başa düşürdüm. Özüm də belə vəziyyətə az düşməmişəm. Moskvada evdən uzaqda pulun qutara, illah da bayram qabağı. Ceyhuna dedim ki, darıxmasın, pul göndərərəm ona. Çox da olmasa, hər halda bayram xərcliyi üçün kifayət eləyər. Odur ki, çətin ağlım kəsir, bu söhbətdən sonra Ceyhun lapdan dora gələ Bakıya. Bir daxı gəlsə, daha adını niyə gizlədir? Ağlıma bir fikir də gəldi. Amma bu fikir xam xəyal idi. Qeyri-mümkün şey idi, baş tutan iş deyildi. Ola bilməzdi. Nəysə, gümanlar, fərziyələr içində vurnuxurdum ki, bir də gördüm bizim avtobus aeroportun təzə binasına yanalır. Bir memar kimi bu bina məni heç açmır. Mən, necə deyərlər, gənc və yenilikçi bir memar kimi var qəlbimlə hiss eləyirəm ki, binanın layihəsini çəkməyi mənə tapşırsaydılar, elə bir şey tikərdim ki, hamının ağzı açıq qalardı. Sərnişinlər bu binanı görən kimi qəş eləyib trapdan yıxılardılar. Bir neçə dəqiqədən sonra açıq eyvanda dayanıb indicə enmiş təyyarəyə sarı baxırdım. Təyyarənin qapısına trap çəkmişdilər. Trapın başında hələlik tək bircə stüardessa durmuşdu. Mavi kostyumlu stüardessa. Sonra qapının haşiyəsində kök bir kişi göründü. Yaşıl şlyapası vardı. Onun arxasınca cavan əskər göründü. Sonra uşaqlı arvad, başqa bir qadın, kişi, qadın, aman Allah, xam xəyal, qeyri-mümkün olan şey, ola bilməz. Bəli, odur ki, var. Ağlıma gələn və ağlımdan qovduğum fikir. Trapla hündür bir qadın enirdi. Yaraşıqlı və əzəmətli. Cavan və gözəl, saçının qəribə burumu
paltarının qeyri-adiliyi dərhal onu başqalarından ayırırdı. Mən onu bir an içində günəşlik, qara eynəklərini geyənə qədər tanıdım. Bəlkə bu geyimdə, bu qiyafədə üstəlik qara eynəyi də gözündə olsaydı, heç tanımayaydım da, amma tanıdım. Gözlərindən tanıdım. Hər ehtimala qarşı bütün sərnişinlərə göz gəzdirirdim, amma artıq 100% əmin idim ki, telegram ondandır və indi ora-bura döyükərək məni axtarır. Salam, dedim. Oktay, ay Allah, mən də dedim, bəlkə telegramımı almamısan. Şeylərin hardadır? Heç nəyim yoxdur. Əzizim, tez məni bir yerdə gizlət. Tez taksi tapa bilərik. Bu saat taparıq. Gedək. Xanım xarici kəşfiyyatdan gizlənir. Taksidə hamısını danışaram. Heç inana bilmirəm ki, Bakıdayam. Əzizim, amma sən heç dəyişməmsən. Taksinin arxa yerində oturmuşduq. O, geri qaçan aeroport binasına, yola, hündür çıraqlara hərisliklə baxırdım. Əcəb qiyamət aeroportdur. Lap Beyrutdakı aeroporta oxşayır. Çoxdan tikiblər bunu? 3 il olar, dedim. Bəlkə bir deyəsən görüm, axı bu saat istənmə. Bilirsən, səni görməyimə necə şadam. Elə səni görmək üçün gəlmişəm də. Belə olsaydı nə vardı ki, deyə düşündüm. Bu cür xoşbəxtliyə inanmaq olar, özü də belə asan. Çox gözəl, dedim. Yaxşı, bəs niyə belə gizlin, sirli? Əcəb işdi, deyə o təəccübləndi və pıçıltıya keçdi. Mən 50 arvadam. İlk eşkimin vüsalına gəlmişəm. Deyirsən, bəs heç bir sirzad olmasın? Əsmər mənim uşaqlıq dostum idi. 10 il bir sinifdə oxumuşduq. Mənim qabağımdakı partada oturardım. Vüsal, ilk eşq filan, yalandı. Heç vaxt mən onun ilk eşqi olmamışam. O da mənim. Düzdür, biraz xoşuma gəlirdi. Necə deyərlər, biraz kəsirdim ondan. Amma ilk məhəbbət filan heç yadıma gəlmir. Mənim ilk məhəbbətim olub, yoxsa yox, yadıma gəlmir. Necə başa salım, bu yaxında Bolqarıstandan qayıtmışıq. Camalı yaxın şərq ölkələrindən birinə göndərirlər. Camal onun əridir. Böyük diplomatdır. Doğrudan məcazi yox, hərfi mənada. Yalançılar sözü Avropanın bütün ölkələrində işləyib. Az qala səfirdir, ateşidir, nə deyim? Yox, əlbəttə səfir yox, amma axır vaxtlar deyəsən doğrudan da ateşe işləyirdim. Adamlarda qəribə bir xasiyyət var. Bir-biri ilə əlaqələrini dramatik şablon üzrə qururlar. Məsələn, əvvəl mən filankəs haqqında çox yaxşı fikirdəydim, sonra onu tanıdım, gördüm və bildim nə yuvanın quşudur. Və yaxud əvvəl o məni açmadı, amma sonra gördüm ki, qızıl kimi adamdır. Bu şablonun, bu sxemin səbəbi məncə ondadır ki, hər adam təbii bir dramaturqdur. Hər adamda dramatik inkişaf ehtiyacı, xarakteri açmaq, süjet hərəkəti yaratmaq, nə bilim daha nə ehtiyacı var. O ki qaldı Camalla mənim münasibətlərimə, burada heç bir dramatik inkişaf, dəyişmə, xarakterin açılması və bu kimi şeylər yox idi. Əvvəlcədən Camal məni açmadı. Ondan sonra da heç vaxt fikrimi dəyişmədim. Xoşuma gəlmədi və salam. Bir dəfə gəlmədi və həmişə daima gəlmirdi. Yəni sözün düzü, axır vaxtlar son 7-8 ildə heç onunla görüşməmişdik də. Bir dəfə ötəri Moskvada ona rast gəldim. Dedi ki, Əsmər doğum evindədir, vəliəhd gözləyirik. Yadımdadır, elə beləcə də dedi, vəliəhd gözləyirik. Sonralar Bakıda bildim ki, qızlar olub. Əsmər Bakı torpağına düşəndə üzündə həyəcan, bir qədər süni, bir qədər qeyri-təbii çılğınlıq vardı. Amma indi yavaş-yavaş bu həyəcan, bu çılğınlıq, qrim təkin onun üzündən yuyulub silinir, yerinə azacıq əsəbi nigaranlıq ifadəsi gəlirdi. Amma kim bilir, bəlkə bu da onun maskalarından biri idi. Sənin neçə maskan var, deyə vaxtıyla mən ondan xəbər alardım.
O vaxtlar mənim belə suallar verməyim yaşım çatardı, amma bu suallara özüm cavab tapmaq vaxtı hələ qarşıdaydı. Bura bax, deyə o həvəslə sükutu pozdu. Amma bu həvəs özü bir qədər saxta idi. Bilirsən, hamıdan qaçmışam, ərimdən, qızımdan, dostlarımdan və hətta dərzimdən. Bugün gərək onun yanına gedəydim. Düzdür, tamam qaçmamışam, bircə günlüyə. Gecə uçuram geri. Gəldim sənin ad gününü təbrik eləyəm, amma görürəm sən çox da elə sevinmirsən. Boşda görək, həddindən artıq şadam ki gəlmisən. Fədakarlığını da lazımınca qiymətləndirirəm, həm də ki, hadisələri qabaqlayırsan. Mənim bu fani dünyaya qədəm bastığım gün bugün deyil, sabahdır. Necə yəni sabah? Bugün 29-u deyil? Elədir, amma mən 30-unda anadan olmuşam. Bir may bayramına hədiyyə kimi. Yox, bu sözü elə qəti dedi ki, az qala məni də şübhəyə saldı. Mənim lap yaxşı yadımdadır ki, sizə ayın 29-unda gəlmişdim. İlahi, gör nəyi yadımda saxlayıb, deyə düşündüm və hiss elədim ki, qəhərlənirəm. Qəhərlənirdim ki, bu qadın, indi mənə tamamilə yad olan bu qadın, Dior'un geyimlərinə bəzənmiş bu qrandama, mənim baş tutmamış ilk sevdam, uzaq və unudulmuş uşaqlıq rəfiqəm, o axşamı, 29 aprel axşamını, illərin, ölkələrin, yad üzlərin, yad sözlərin içindən keçirib saxlamışdır. Lap mənim özüm təki. Axı mən də o axşamı dolaşıq ömrümün illəri, günləri içində itirib atmamışdım. İndi də o axşam rəngləri, səsləri, qoxuları ilə birlikdə içimdədir. O il biz məktəbi bitirirdik. Anam icazə verdi ki, bütün sinifimizi qonaq çağırım. Ad günümü də 30-undan 29-una şənbə gününə keçirdik. İndi neçə illərdən sonra o axşam burada taksidə bizim aramızda Əsmərlə mənim aramdaydı. O axşam Əsmərin mənə gətirdiyi nərgizlər, bir də onun qısa vurulmuş saçları. Məhz o axşam Əsmər uşaqlıq illərinin uzun hörüklərini kəstirmişdi. Yadımdadır, bizim riyaziyyat müəllimimiz Babayev lövhənin qabağında bizə teoremi izah eləyərkən qəfilcən susardı, fikrə gedərdi. Sonra əzbərdən Ömər Xəyyamın ya Füzulinin bir beytini deyərdi. O, şərq poeziyasının bilicisi, aşıqı idi. Əsmərin uzun hörüklərinə o, Şəbi Yelda deyərdi. Sonra da bizə başa salardı ki, Şəbi Yelda ilin ən uzun gecəsi 22 dekabr gecəsidir. Əsmərin saçlarını qısa kəsilmiş görəndə kişinin az qaldı dili tutulsun. Düz bir həftə dərsdə ancaq riyaziyyatla məşğul olduq. Babayev indi ancaq teoremlər isbat eləyir, həll elədiyimiz məsələləri yoxlayır, tapşırıqlar verirdi. Bir həftə sonra lövhə qarşısında yeni bir teoremi izah eləyərkən o birdən dayandı. Bizə tərəf çevrildi və Əsmərə baxdı. İndi sənin saçların 22 iyun gecəsidir, dedi. Bu obrazın şərq poeziyasına heç bir dəxli yox idi. Onu bizim riyaziyyat müəllimimiz icad eləmişdi. Əntiqə kişi idi Babayev. Kök, yekəpər, ürəyi açıq, gah hirsli, üzünü görmə, gah xoş, mehriban, gah acıqlı, gah şən, həmişə də səsli küylü. Amma öləndə sakit öldü. Sakit və səs küysüz. Səs səmirsiz dayanan saat kimi. Çoxumuz onun ölümünü neçə aydan keçəndən sonra bildik. Belə uzun müddətdən sonra baş sağlığına getmək gülün çıxardı. Getmədim. Sən bildin ki, Babayev ölüb? O qəmlənmədi. Belə-belə üzünə kədər maskası taxdı. Hə, yazıq. Camal dedi mənə. Camal da bizim müəllimimiz idi. O bizim məktəbə gələndə biz 9-cu sinifdəydik. Camal bizdən vur tut 7-8 yaş böyük idi. Bizə ingilis dili dərsi deyirdi. Yaxşı, bir danış görüm nə var, nə yox, necə keçir ömrün? Belə də,
deyə həvəssiz cavab verdim və hiss elədim ki, cavabımın soyuqluğu ona toxundu. Odur ki, dərhal soruşdum. Sən danış, sən necə yaşayırsan? Əla, dedi. Əladan da əla. Əsas etibarilə xaricdə ömür keçiririk, amma Moskvada da həyatımız əla keçir. Yeni evdə 3 otaqlı mənzil, telefonu, altında qarajı, vannada qara kafel, döşəməsi plastik. Sənə nə olub? Niyə özündən çıxmısan? Məyər mən sənə bir şey dedim? Ah, nə qədər həssassınız. Qəlbiniz nə qədər incədir. Bir şey deyim? Daha nə deyəcəksən? Dur, bir söydə məni. Bir buna bax sən Allah. Mən atıla-atıla oradan durub gəlmişəm bura. Elə bilirsən, asan məsələdir mənim üçün. Gəlmişəm ki, o uzaq axşama qaytarım. O axşam ömrünün ən xoş günlərindən biri idi. Bu cənabsa özünü çəkib oturub, qoyub özünü dağ başına. Heç bugün ad günü də deyil. Mən güldüm. Əzizim, dedim. İnan ki, sənin gəlməyinə dünyalarca sevinirəm. Bu mənim üçün bayramdır, ən gözəl hədiyyədir. Səmimi deyirəm. Amma mən yazıq, mən biçarə neyniyim ki, dünyaya bugün yox, sabah gəlmişəm. Əşi, bunun nə əhəmiyyəti var? Əsas odur ki, sən gəlmisən. Bir şey danışmırsan axı, elə sirli görkəmin var ki, mən də qorxuram bir şey soruşum. Yaxşı, qulaq as. Bu yeni bir maskaydı. Qayğısızlıq, şən, oğlanbari şıltaqlıq maskası. Moskvadakı Bolqar ateşesinin arvadı çoxdandır mənə təklif eləyirdi ki, Zagorska gedək. Mən də razılıq verdim. Sonra bir rəfiqəmi ona qoşdum. Özüm də gəldim bura. Allah sən saxla, bircə diplomatik əngəllər çatmırdı. Heç bir əngəl filan yoxdur. Biz Camalla çoxdan Bakıya gəlməyə hazırlaşırdıq. Bilirsən, neçə ildir buradan çıxanıq? Bura gələndə də gərək azı bir ay qohumlara, tanışlara qonaq gedək. Bir də axı neçə il xaricdə yaşayandan sonra gəlirik, adı böyüdür. Dünyanın yarısını gəzmişik, hədiyyə filan, özün bilirsən də. Mən daha bu illər ərzində hamı üçün hədiyyə alıb hazırlamışam. Amma heç macal eləyib gələ bilmirik. Yəqin bu ildə gələ bilməyəcəyik. Bir aya yenə gedirik xaricə. Amma mənim birdən o lap uşaq kimi dodaqlarını büzdüm. İçəri şəhər yaman düşmüşdü könlümə. Onlar içəri şəhərdə yaşayırdılar. Tez-tez gedərdim evlərinə. Köhnə piləkənin altında 2 göz kiçik otaq. Otaqların birinin pəncərəsi balaca, çirkli həyətə açılırdı. İkinci otağın yerli dibli pəncərəsi yox idi. Bu otaq indiki kimi yadımdadır. Balaca, lampanın zəif işığında ədəbiyyatdan ifadə yazıya hazırlaşardıq. Qış aylarında Əsmərin anası Gerasinkanı gətirərdi otağa, biraz qızınmaq üçün. Anası deyərdi ki, evdə kişi olsaydı, bu otağın divarını deşib küçəyə pəncərə açmaq olardı. Belə pəncərədən dəniz görünərdi. Müharibə çağının başqa uşaqları kimi Əsmərin də uşaqlığı çətin olub. Bəs niyə deməmsən Camala? Qəribə sual verirsən. Camalı tanımırsan? Yadından çıxıb? O heç dəyişməyib. Yox, mənim yadımdan çıxmamışdı. Əsmər məktəbi bitirən kimi Camalla nişanlandı. Camal Əsmərə köhnə sinif yoldaşları ilə görüşməyi qadağan eləmişdi. Hətta sinifdə oxuyan vaxtda da mən hərdən Camalın acıqlı baxışlarını tuturdum. Əsmər yoldaşları ilə çox deyib güləndə, hə onda. Bizim yaşımız bizim ümumi vətənimiz idi və bu vətəndə Camal qərib idi. O bunu duyurdu. Ancaq mən bunu sonralar başa düşdüm. Əsmər xarici dillər institutuna daxil oldu. Camal orada dərs deyirdi. Bir ildən sonra evləndilər. Camal ailəsindən ayrı, tək yaşayırdı. Əsmər də onun evinə köçdü. Bir gün Əsmər bizə zəng elədi və hamımızı qonaq çağırdı. Ancaq düz 12-də ha. Biz hamımız gəldik, oğlanlar, qızlar, bir yerdə böyümüş, bir-biri ilə qapaz oynayan uşaqlar. İndi də gözümün qabağındadır o gün. Başqa bir aləmə düşmüşdük. Tərtəmiz,
hədsiz səliqə ilə, hədsiz zövqlə bəzədilmiş bu mənzil tamam başqa bir dünya idi. Bu aləmin hər detalı, hər əşyası qeyri-adi idi və Əsmər də bu aləmin bir əşyası idi. Amma Nigaran öz yerini tapa bilməmiş, narahatlıqla bu yeri axtaran əşyası, sanki o yeri tapıb, əbədi o yerdə sabitləşmək, hərəkətsizləşmək, donub qalmaq istəyən bir əşyası. Əsmər Camalın adını belə çəkmədən, leksiyadadır, dedi. 2-yə qədər leksiyada olacaq, 2 saat vaxtımız var. Bu sözlərdən hamı özünü daha da pərt, narahat hiss elədi. Ən çox da Əsmər özü. Əsmər qızlara mənzili göstərirdi. Biz oğlanlarsa otaqda qalmışdıq. Eşidirdik ki, hardasa siyirtmələr çəkilir, cürbəcür mexanizmlər və cihazlar qurulduyur, hardasa su axıdılır. Biz özümüz də ağzımızı açıb servantın içinə tamaşa eləyirdik. Servantın içi növbənöv egzotik içkilərlə və çeşid-çeşid xarici markalı siqaretlərlə doluydu. Sonra Əsmər hamımızı masanın arxasında oturtdu. Özü mətbəxə keçib bir boşqab gətirdi. Boşqabda isə, indi də bunu xatırlayanda boğazım qəhərlənir. Boşqabda 7 dənə ucuz kağıza bükülmüş dondurma var idi. Hərəmizə biri. Əsmər düşüb onları bizim üçün almış və buzdolabının bir küncündə gizlətmişdi. O bizi bircə buna qonaq eləyə bilərdi. O an ömrümdə ilk dəfə mənə elə gəldi ki, Əsməri sevirəm və birdən istədim onu götürüb buradan qaçam. Heç bilmirəm hara, bəlkə yenə içəri şəhərə. Bundan sonra onu görmədim. Bəlkə də təsadüfən 1-2 dəfə küçədə rastlaşmışdıq, bilmirəm, hər halda yadımda qalmayıb. Bir qədər sonra onlar Bakıdan köçüb getdilər. Bax, deyəsən şəhərə çatmışıq, evləri görürsən, bu lap təzə rayondur. Biz hara gedəcəyik? Biz, əlbəttə bizə. Yox, nə danışırsan? Evdə anan, qardaşın. Bacım, dedim, qardaşım Moskvadadır, oxuyur. Harda? Memarlığın institutunda. Sənin kimi, hə? Yaxşı, de görüm işindən razısan? Necə deyim, ümumiyyətlə razıyam. Bilirsən, illər keçdikcə adamın ağlı gəlir başına. Daha özünü bəşəriyyətin dahisi hesab eləmirsən. Dərk eləyəndə ki, sən də başqaları kimisən, başqalarından birisən, rahatlaşırsan. Əsəbləşmirsən, hövsələdən çıxmırsan. Gözəl fəlsəfədir. Hansı dinə tapınmısan? Zakorskaya, gərək sən də gedəydin. Bax, bu təzə şeydir. Məni indiyəcən bir çox şeylərdə itham eləyiblər. Köhnəpərəstlikdə və yalançı novatorluqda, konservatizmdə və modernizmdə, ənənələrin əsiri olmaqda və ənənəyə xor baxmaqda, moda dalınca qaçmaqda və modadan geri qalmaqda və s. və s. Amma dindarlıqda hələ ki ittiham olunmamışdım. Ağıllarına gəlməyib yəqin. Belə de. Harda belə səni ittiham eləyiblər? Deməli, sən böyük mübahisələr doğuran bir sənətkarsan, hə? Məsələn, Picasso kimi. Yox, ağlın ora getməsin. Bütün bu qızğın mübahisələr bizim şöbənin daxilində cərəyan eləyir. Şöbəmizdə də cəmi cümlətanı 8 adam var. Bəndənizin şəxsiyyəti və işi də orada müzakirə olunur. Yaxşı, axı sənin işin nədən ibarətdir? Rayon mehmanxanalarının layihələrini çəkirəm. Oy, Oktay, əgər bilsəydin dünyada necə mehmanxanalar var. Bir mehmanxanalarda yaşamışıq, 2 göz istəyir baxasan. Bolqarstanda bilirsən necə otellər tikiblər? Zalatoye Peski, Salneçni Bereg, adamın ağlı başından çıxır. Sən gərək görəsən onları. Camalla mən ifadəsi məni xeyli əsəbləşdirdi və odur ki, mən onun sözünü ağzında qoyub bir qədər kəskin xəbər aldım. Yaxşı, nə deyirsən, bizə gedəcəyik? Yox, mən bura gizli gəlmişəm. Məni gərək səndən başqa bir kimsə görməsin. Tanış bilişi nəzərdə tuturam. Gəl elə belə şəhəri gəzək, göstər mənə Bakını.
gecə də uçub gedəcəm. Geriyə bilet də almışam. Yaxşımı? Bəs şəhəri necə gəzəcəksən ki, istəmirsən səni görən olsun? Bu de, bax, deyə o qara eynəyini gözünə keçirdi. Kim məni tanıyacaq? Kim tanıyacaq ki, mən həmin o Əsmərəm? Tanısalar da qoy ispat eləsinlər ki, mənəm. Görək necə ispat eləyəcəklər. Sürücü mənə tərəf döndü. Yaxşı, xaloğlu, dedi. Hara gedəcəyik? Bax, burada saxla, dedim. Gəlib çatdıq. Çox sağ ol. Biz Dağüstü parka getdik. Açıq yay kafesində yemək yedik. Bütün şəhər ayaqlarımız altındaydı. Bütün şəhər. Göy dəniz, göy dəniz, bir də ağappaq gəmi. Krasnovodskda gedən Qırğızistan gəmisi. Bütün oğlan uşaqları kimi biz də dəniz sərgüzəştləri haqqında düşünür, Xəzərə baxıb uzaq limanlar, fırtınalar və okeanları arzulayırdıq. Belə vaxtlarda coğrafiyanı da unudurduq. Unudurduq ki, Xəzər ancaq böyük bir göldür. Dünyanın başqa dənizlərindən və okeanlarından ayrılmış qərib bir göl. Təbiətin əcaib eksperimenti. Dünyanın ən böyük gölü, ən böyük hovuzu, ən böyük akvariumu. Qırğızistan açıq dənizə tərəf yönələrək uzun-uzadı fit verdi və bu fit səsi aramla şəhərin, dənizin üzərinə axıb əriyirdi. O adanın adı nədir? Əsmər əlini üfüqə tərəf uzatdı. Nərgiz. Nərgiz? Əsil adı Nargindir. Amma mən ona Nərgiz deyirəm. Hə, Nargin, yadıma düşdü. Uşaqlıqda o mənə çox sirli və əfsanəvi görünürdü. Elə istəyirdim ki, bir ora gedim. Ora getmək olar? İstəyirsən, dəniz gəzintisinə çıxarıq. Adaya çıxmayacağıq, amma onu lap yaxından görəcəksən. Nə yaxşı, gedək də onda. Axşam gedərik, daha romantik olsun. Hiss elədim ki, istehza ona toxundu. Gedək, dedi. Gedək, ya bəlkə bir şey istəyirsən? Yox, nə danışırsan? Bilmirsən, arıqlamaq üçün nə müsibə çəkmişəm. İndi deyəsən, normadayam, elədir? 100%. Mən yoq sistemi ilə arıqlayırdım. Bilirsən, yoq sistemi nədir? Yoq sistemi. İndi o fransız xalçalarından, Kafkadan və Antonioni'nin filmlərindən, Qaliçin nəğmələrindən danışacaq. Aman Allah, bu həmin o Əsmərdimi? Həmin o Əsmər ki, 8-ci sinifdə oxuyanda oğlanların tualetində bizim sinif jurnalını yandırmışdı. Ədəbiyyat müəllimi ona 3 qoymuşdu. Bu Əsmərin həyatında birinci 3 idi. O bütün dərslərdən əla alırdı. Xətti də sinifdə hamıdan yaxşı idi. Ədəbiyyat müəlliminin bu namərdliyi Əsmərə elə yer eləmişdi ki, jurnalları yandırmaqla onun ürəyi soyumadı. Ədəbiyyat müəllimindən dəhşətli intiqam aldı. Nədirsə, bu müəllimdən heç birimizin xoşu gəlmirdi. Özü də bilirdik ki, o arvadından, oddan qorxan kimi qorxur. Eşitmişdik ki, arvadı ona göz verir, işıq vermir, həm də yaman qısqancdı. Əsmər də bunu bilirdi. Bir gün, o gün ədəbiyyat müəllimi səhərdən 2-ci şöbənin axırına qədər məktəbdə dərsdə olurdu. Əsmər kişinin evinə gedib yazıq bir görkəmlə maska taxmağı uşaqlıqdan bacarırdı. Müəllimin arvadından soruşub. Müəllimə, nə olub? Nigaran qalmışıq, xəstə deyilik ki. Bugün məktəbə gəlməyib. Bəli, düz danış. Müəllim xəstələnməyib. Bir fısqırıq qopmuşdu, gəl görəsən. Əsməri məktəbdən qovacaqdılar. Babayev bir təhər girdi qanının arasına. Ədəbiyyat müəllimi isə bir neçə gün özünə gələ bilmədi. Gözlərinin altında qapqara dairələr vardı. Əsmər, yadındadır ədəbiyyat müəlliminin başına nə oyun açardıq? Ocaqçının əhvalatı yadında?
Dedim ki, ədəbiyyat müəllimindən xoşumuz gəlmirdi. Hər dəfə o sinfə girən kimi ayaqlarımızla yeri döyərdik. Soruşanda da bu nədir? Cavab verdik ki, biz nə bilək, yəqin aşağıda ocaqçı işləyir. O bizi başqa sinif otağına keçirtdi və biz hər şeyi təzədən başladıq. Bu nədir? Ocaqçı da bizim dalımızca gəzir, deyə o təəccüblənirdi. Əsmər, yox, dedi. Ocaqçı kimdir? Ancaq mən onun yadına salmadım. Belə əhvalatları unutmusansa, danışmağın heç bir mənası yoxdur. Bütün təfərrüatıyla xəyalında yaşamırlarsa, indi onları danışarkən sənə nə gülməli gələcək, nə maraqlı, nə məzəli. Başa düşməyəcəksən ki, bunun duzu nədədir. Dənizə tərəf çıxdıq. Səhərin buçağında dəniz bağı qoca qarıların, qucağı körpəli anaların, uşaqların ixtiyarındaydı. Birazdan sonra bura pensionerlər gələcək, təsbehli qoca kişilər, əyinlərində köhnə pencəklər, əllərində təzə qəzetlər, arxalarında ötüb keçmiş ömürləri. Sonsuz söhbətlər, ildən ilə, gündən günə davam eləyən söhbətlər, bəlkə də söhbətlər heç dəyişmirdi, söhbət eləyənlər dəyişirdi. Hər gün bura gələn qocalardan biri günlərin bir günündə gəlmir. Sonra başqa birisinin yeri boşalır. Bu yeri təzələri tutur, təzə qocalar. Yeni başlayan pensionerlər. Kimsə gəlir, kimsə gedir. Sonra axşam düşür. Bulvar orta yaşlıların olur. İş günündən sonra faydalı gəzintiyə Tarrenkura çıxmış adamlar. Dəniz havası ilə ciyər dolusu nəfəs alan mötəbər kişilər, qadınlar. Alaqaranlıq gizli xiyabanlarda isə cavanlar, sevişənlər skamyaların üzünü o biri tərəfə çevirib öpüşürlər. Sonra gecə düşür. Gecənin bir yarısında tamamilə boş, adamsız bulvarda milyonerin addımları aydın eşidilir. O tərəfdən halay-valay vuran bir kefçil uzun çəkmiş məclisdən qayıdır. Sayıq milyoner diqqətlə onu izləyir. Amma kefçil gecə quşunun heç kəslə işi yoxdur. O heç bir qanunu pozmur, özü üçün pəstən oxuya-oxuya yolu ilə gedir. Amma indi səhərdir. Açıq, aydın bir səhər. Uzaq, seyrək, ağ buludlar göy üzünə pərən-pərən dağılıb, günəşi tutmurlar, işığı gizlətmirlər. Bulvar da uşaqların ixtiyarındadır, uşaqlar oynayırlar. Koslarını, oyuncaqlarını bir-biri ilə bölüşürlər, qoğallarını, bulkalarını bir-biri ilə bölüşürlər. Bir də ötən gün ərzində dünya haqqında öyrəndikləri təzə xəbərləri, məlumatları bir-biri ilə bölüşürlər. Müəyyən lövhələr müxtəlif adamlarda bir-birinə bənzər düşüncələr oyadır. Odur ki, Əsmər sualını verəndə fikirlərimizin eyni mənzilə gəlib çatmasına təəccüblənmədim. Sən niyə evlənmirsən? Gülümsündüm və çiynimi çəkdim. Nə mənzil şəraitimdən söz açmaq istəyirdim, nə də ailə vəziyyətimdən. İstəmirdim ki, deyəm ki, evin böyük kişisi mənəm, anam qocadır, bacım Çimnaz Bakıda oxuyur, qardaşım Ceyhun Moskvada. Həm də bütün bunlar səbəb deyildi. Həqiqətin ancaq bir hissəsi, bir çərəyi idi. Tam həqiqət deyildi. Yoxsa and içmirsən ki, subay qalacaqsan? Bəlkə də haqlıdır. Mənim xasiyyətim ailə həyatı ilə, uşaqla, arvadla çətin uyuşa. Amma birdən istədim Əsmərə danışım ki, bir may günü, işıqlı, aydın bir may günü küçədə bir Moskviç gördüm. Mavi Moskviç bir evin qarşısında dayanmışdı. Maşının dal pəncərəsindən bir tor bağlama görünürdü. Bağlamada cürbəcür yemək-içmək şeyləri, meyvə, göyərti vardı. Maşının yanında sağlam, bədənli, güləş sifətli, cavan bir kişi dayanmışdı. Əynində qısa qollu yüngül köynək vardı. Yanında arvadı dayanmışdı. Üzdən sifai, səliqə ilə və zövqlə geyinmiş cavan bir gəlin idi arvadı. Yanında da uşaqları.
Gül kimi tərtəmiz, səliqəli geyinmiş, daranıb sığallanmış uşaqları, 7-8 yaşlı oğlan və 4-5 yaşlı qız. Bir qədər kənarda bu ailənin dostları, onlar da arvad uşaqla dayanmışdılar və yəqin maşın gözləyirdilər. O vaxt birdən ani bir fikir keçdi başımdan ki, bütün bu şeylərdə bayağı heç nə yoxdur və mən özüm də azacıq istəyirəm bütün bunları. Əsmər məni fikirlərimdən ayırdı. Bilirsən, Moskva ilə Bakının fərqi nədədir? Bakı dənizə dirənir, qatar son dayanacağa dirənən kimi. Bakı dənizdə qutarır, bitir. Necə başa salım səni? Elə bil ki, dənizə tökülür, dənizə aşır. Bu sahil evlərinin, ağaclarının əksi ilə birlikdə suya düşür. Amma Moskva qutarmır, bitmir, yavaş-yavaş yoxa çıxır, kənarlarında əriyib gedir. Bəlkə də sən düz deyirsən. Moskva tez-tez mənim yuxuma girir. İstəyirəm hər şeyi atıb minəm təyyarəyə, lap sənin kimi uçub gedəm. Belə çıxır ki, adam həmişə hardansa harasa getmək istəyir. Dərin fəlsəfi fikirdir. Bəsdir məni doladın. İnciyərəm səndən, bax. Bulvardan çıxıb içəri şəhər tərəfə getdik. Bir adamla gəzib eləyirsən? Deyə o qəfilcə soruşdu. Yox, deyə mən ani cavab verdim. Sonra düşünüb tələsik, hə demək istəyirdim, dedim. Gördüm ki, çox gic çıxdı və dərhal zarafata saldım. Mən bəzən hə yerinə yox deyirəm. Əsmər sakitcəsinə, olur, dedi. Mən də ömrümdə bir dəfə yox əvəzinə hə demişəm. Amma bu başqa söhbətdir. İçəri şəhəri sökürlər, köhnə evləri, küçələri. Sən nə danışırsan? Onun üzündə dəhşət ifadəsi vardı. Ola bilməz. Bu tarixdir, keçmişdir. Başa düşürsən, içəri şəhər memarlığın folklorudur. Onu əsrlərlə tikiblər, müxtəlif nəsillər, müxtəlif adamlar. Bilirəm əzizim. Hər halda axı mən də memaram. Deyirsən ki, içəri şəhər memarlığın folklorudur. Bunların hamısını mən bilirəm. Amma bir məsələ də var. Axı adamlar belə bir şəraitdə yaşaya bilməzlər. Bu köhnə evlər, əyri-üyrü küçələr, natəmizlik. Düzdür, razıyam səninlə. Qoy adamları köçürtsünlər. Evlərsə qalsın. Gözəl fikirdir. Bizim müdir eşidəydi sənin bu sözlərini. Şəhərin tən ortasında böyük, boş, adamsız bir ərazi. Sentimental uşaqlıq xatirələrinin abidəsi. Dayan Oktay, dayan görüm. Bəs yuyub apardın məni. Bura bax, deyəsən bu döngə mənə tanış gəlir. Hədə, əlbəttə, bax, bizim ev oradadır. Sizin ev orada yoxdur, söküblər. Necə yəni söküblər? Anam rəhmətliyə təzə evdə mənzil verəcəkdilər, amma mən elə bilirdim ki, bu ev qalıb. Biz Əsmərgilin evinin xarabalarına gəlib çatdıq. Qarşıda yarı sökülmüş boş evin şüşəsiz, gözsüz pəncərələri bu xarabalara baxırdı. Bax, bu evi gərək tanıyasan. Sizin evin düz qabağındadır. Əlbəttə tanıyıram. Məsmə xala bu evdə olurdu. Novruz qabağı şəkər bura, paxlava bişirəndə iyindən yata bilmirdik. Bütün gecəni bişirərdi. Bilirdik ki, səhər bizə də pay göndərəcək, amma sabaha qədər dözə bilmirdik. Əsmər çığıra-çığıra danışırdı. Çünki o taydakı 3 mərtəbə evi dağıdan buldozerin səsi qulaqlarımızı batırırdı. Vaqon dəhlizləri kimi dar küçələr, balkonları vaqon kupeylərinin üst yerləri kimi az qala bir-birinə toxunan evlər. Vaqon dəhlizləri kimi dar küçələr, balkonları vaqon kupeylərinin üst yerləri kimi az qala bir-birinə toxunan evlər. Bütün bunların yerində indi nəhəng, boş bir meydan qalmışdı. Daşlı, kəsəkli, tozlu, əhəngli meydan. Orada, burada atılmış lazımsız nimdaş əşya qırıntıları, hifz olunmuş divar parçasının gərəksiz ştirli naxışı, sınıq aftava, qırıq kran, paslı boru, boş meydan. Bu
Bu meydanın tən ortasında qədim heyvanları xatırladan xortumlu buldozer işləyir. Sökür, dağıdır, uğuldayırdı. Nədənsə onun nömrəsi yaddaşımda həkk olunmuşdu. GTP 44. Bilmirəm, nədənsə birdən şeir oxumağa başladım. Buldozerin səsini batırmağa çalışaraq Əsmərə şeir oxuyurdum. Əyrin-üyrün, dar küçələrin, gündüzlər otaqlarındakı bəyaz gecələrin, damlarının yastısı, içinin astası, küçələrinin dolanan addımlarının həmişə tənha səsi, gecələrinin dünyada itən tarix tikəsi, içindən bayır şəhərə, böyük şəhərə çıxan təəccübüm, oğrularından qorxan cibim, ölüm ayağındadır indi, biçarə şəhər, içəri şəhər. Kimindir şeir bu? Vaqif Vəkilovun, dedim. Cavan şairdir, yəqin sən tanımırsan. Bilirsən, dedi. İçəri şəhərdə biz elə bil böyük kommunal mənzildə yaşayan kimiydik. Hamı bir-birini haqqında hər şey bilirdi. Birinin radiosu çalırdısa, bütün məhəllə üçün çalırdı. Birinin dərdi, yası olanda ağlaşma səsi hamının evinin içində idi. Xörəklərin iyi də həmçinin. Bir uşaq qızılca oldu mu, bütün uşaqlara deyəcəkdi. Əsmərin sözləri mənim üçün nə qədər yaxın idi. Axı, mənim aləmimdə də içəri şəhərin təkrarsızlığı məhz bundaydı. Biz içəri şəhərə qala deyirik. Bir memar kimi mənim fikrimcə qala müasir şəhərlərdir. Hərə öz qanına çəkilən kimi mənzilinə, öz hücrəsinə çəkilir. Pilləkənlər, pilləkən meydançaları və yalnız körpüdür. Bu körpüdə qonşular yalnız təsadüfən görüşə bilərlər. Belə görüşlər heç vaxt tanışlığa, dostluğa, yaxınlığa səbəb ola bilməz. Körpülər ya da vaqonlar arasındakı buferlər. Buferlərdə tanış olub dostlaşmaq olarmı? Hərə öz evinə, öz kupesinə çəkilir. Bu kupeli vaqonlar müasir evlər müqabilində içəri şəhər ümumi vaqondur. Sevinci, kədəri, narahatlığı, yuxusu, müştərək ümumi vaqon. Davaları, qeybətləri, iyləri, müştərək, toyları, yasları, qayğıları müştərək. Müasir şəhərin rahatlığı qarşısında içəri şəhərin nəyi var? Natəmizliyi, çirki, narahatlığı, yamaqları, qoca sifətinin qırışları kimi əyri-üyrü küçələri, yampörtü dayanmış şikəs, əlil evləri, bəli. Amma bir də insaniliyi, ünsiyyət sevinci, ümumi taleyin əvəzsizliyi ki, onun yerinə heç nə verməz. Bir də bizim uşaqlığımız, hər daşda izi qalan uşaqlığımız. Budur içəri şəhər. Babalarımızın yaşayışı, diriliyi, ömrü günü. Bütün bunları nə ilə əvəz eləyəcəksiniz, Oqtay? Deyə Əsmər yenə də mənim fikirlərimə cavab verilmiş kimi soruşdu. Şüşədən və betondan təzə evlər tikəcəksiniz, eləmi? Modern qutular? Bəli, dedim. Çalış ki, hisslərini bir balaca cilovlayasan və ağıllı başlı fikir elə. Adamlar gərək rahat yaşasınlar. Evlərində hər bir rahatlıq olsun. Ona görə də onları buradan köçürmək lazımdır. Bəs evlər nə olsun? Əlbəttə, tarixi əhəmiyyətə malik olan binalar saxlanılacaq. Tarixi əhəmiyyətə malik binalar. Mənim üçün tarixi əhəmiyyətə malik olan bina anadan olduğum evdir. Anadan olduğum, böyüdüyüm, yaşadığım ev. O məni əsəbləşdirməyə başlayırdı. Yaxşı, dedim. Çox gözəl. Bəs onda niyə əl və fürsət düşən kimi bu əziz xələf evi tərk elədin? Bunu deməyimə peşman oldum. Gərək deməyəydim. O cavab vermədi. Bir neçə addım atdı. Keçmiş evləri səmtə dayandı. Evləri bax bu yerdəydi. Otağı da bax burada. Pəncərəsiz otağı. Çarpayısının yanına anası köhnə xalça vurmuşdu. Evdə olan ən qiymətli şey bu xalça idi. Xalça Əsməri divarın rütubətindən qoruyurdu.
Əsmər mənə sarı döndü. Gedək, dedi. İstədim onun başını qatam, qəmli xatirələrdən ayıram, içəri şəhərin təzə planı haqqında danışmağa başladım. Dayan, dedi. Dayandıq. O nəyəsə qulaq verirdi. Mən də dinləməyə başladım. Küçənin o tayından 2 arvad keçirdi və bir-biri ilə danışırdı. Ağəz, Qaragünə deyirəm, başıvın çarəsini qıl, şov qəriblə işin olmasın. Qadam onun ağzına, başında ağlı olsaydı, qədəni onun bunun qapısına salmazdı ki. Arvadlar tini buruldular və Əsmər mənə İngiltərədən danışmağa başladı. 2 il bundan qabaq onlar İngiltərədə yaşayırdılar və Əsmər oranın səmasından danışırdı. Orada göy deyirdi, elə alçaqdı, elə bil əlini uzatsan çatar, həm də elə bil solub, elə bil buludları göyə divar kağızı aboy kimi çəkiblər. Sonra biz Xan Sarayının içinə girdik. Daxili həyətlərdən keçdik, pillələrdə dayandıq. Görəsən, institutda, işdə mən bu abidəni neçə dəfə tədqiq eləmişəm, köçürmüşəm, çəkmişəm, öyrənmişəm. Amma elə bil indi onu ilk dəfə görürdüm. Mən onun səthlərinin dahiyanə ahənginə, tənasüblərinin simmetriyasızlığına sanki yenidən valih olurdum. Divanxananın mübhəm alaqaranlığı, daxili həyətlərin sakitliyi, sarayın əzəməti, elə bil bütün bunlar ən dərin mənasını mənə ilk dəfə açırdı. Xan Sarayının böyük meydanında dayanıb, içəri şəhərin mənzərəsinə tamaşa eləyirdik. Mən daşın müdrikliyi haqqında düşünürdüm. Düşünürdüm ki, bütün bunlar nə böyük səadətdir. Mən içəri şəhər küçələrinin ad lövhələrinə, hansısa diş həkiminin elanına baxırdım və ağlıma gəlirdi ki, bu yazılar içəri şəhərin əbədi daşlarını təhqir eləyir, ədəbsiz görünür. Elə bil Miloslu Veneraya naxış vurublar. O axşam, aprelin 29-unda bizdən dağılışında mən də Hamıyla birlikdə çıxdım. Əsməri ötürəcəkdim. Biraz geri qaldıq uşaqlardan. Birdən tim başında Əsmərin çəkməsinin dabanı çıxdı. Mən maşın saxladım və ömrümüzdə bəlkə də ilk dəfə taksiyə mindik. Özümü elə etirdim ki, sağa əvəzinə sola gedək dedim. Əsmər, buğda arpa, dedi. Bizim idman müəllimimiz belə deyərdi. Məşqlər zamanı bir adam tələsəndə sağla solu çaşdıranda idman müəllimimiz deyərdi ki, solu sağı yadında saxlaya bilmirsənsə, yadında saxla, arpa bu yana, buğda o yana. Bu da onun zarafatı idi. Biz taksi ilə Əsmərgilin evinə çatıb maşından düşdük. Qapılarının ağzından ayrılanda Əsmər birdən diqqətlə, indiki vaxtım olsaydı deyərdim işvəylə, mənə baxıb xəbər aldı. Bəs sən mənə bir şey demək istəmirsən? Yenə də görünür ki, fikir axınımız bir mənzilə çatdı və Əsmərin sözlərinə bu səfər də təəccüblənmədim. Yadında o axşam mənim çəkməmin dabanı çıxmışdı. Sən də məni ötürürdün. Biraz susandan sonra əlavə elədi. Hər şey başqa cür ola bilərdi. Ancaq mən keçmişi çözələmək istəmirdim. Uşaqlıqdan biz daima nəyisə itiririk. Bəzən adam lap mat qalır. Adam harda, haçan bu qədər şey yığıb ki, elə hey itirə-itirə yenə də nəyisə saxlayır. Acımamısan ki hələ? Hələ yox. 1-2 saatdan sonra. Yaxşı. İndi saat 2-dir. 2 saatda vaxtımızı öldürək. Əcəb nəzakətlisən. Deməli, mənimlə sən vaxtını öldürürsən. Yaxşı, sözdən söz çıxartma. İstəyirsən gedək kinoya. Kinoya? Gedək. Biz filmin lap əvvəlinə çatdıq. Sənədli film idi. Yaponiya müharibələri də. Mən sənədli filmləri xoşlayıram. Bu filmdə isə Yapon xronikasının nadir kadrları vardı. Ölümə məhkud pilotlar, kamikadzelər, uçuş qabağı. Adamın əti ürpəşirdi.
Bir onların sifətlərinə bax, deyə Əsmər qulağıma pıçıldadı. Dəhşətdir. Uçuşdan qabaq onların hamısına Sakayapon arağı verirdilər. Təyyarəyə qalxa-qalxa onları çəkən kino kameraya baxarkən bildirdilər ki, qarşıda onları yalnız ölüm gözləyir və artıq heç bir şey onları bu ölümdən qutara bilməz. Görəsən, onları havaya qalxanda nə düşünürlərmiş, deyə Əsmər soruşdu. Fikirlərini dəyişmirlərmiş ki. Ona diktor cavab verdi. Kamikadzilər yerdən qalxan kimi həyatla əbədi vidalaşırdılar. Geri qayıtmaq üçün onların təyyarələrinə benzin tökmürdülər. Sağ əlimdə Əsmərin barmaqlarının əsəbi titrəyişini duydum. Sonra sağ yanağımda onun saçlarını, sağ çiynimdə onun başını hiss elədim. Lap yaxından onun vurduğu ətrin xoş, məst edici qoxusu gəldi. Məndə dəli bir uşaq istəyi oyandı. Onu öpmək istədim, amma yenə də neçə il bundan qabaqki kimi öpmədim. İşıq yandı, film qutardı. Bu dəhşətdən sonra yaxşıca nahar eləmək lazımdır, deyə o qayğısız və şən gülümsədi. Yaman acmışam. Yaxşı kabab yemək istəyirəm. Deyirlər, burada əntiqə bir kababxana açıblar. Hə, biri var, Binəqədidə. Amma ora uzaqdır. Biri də Bayıldadır. Gedək ora. Gedək. Kababxana kişilərlə doluydu. Əsmər qadın cinsinin yeganə nümayəndəsi idi. Onun qeyri-adi görkəmi, geyimi hamının diqqətini cəlb eləyirdi və bizi hər tərəfdən süzürdülər. Hamı bir balaca ya əməlli başlı dəm idi və biz bu baxışların tən ortasında dayanmışdıq. Hələ ki ancaq baxırdılar, amma qorxurdum söz zad da atsınlar. Odur ki, bura gəldiyimizə lap peşman olmuşdum. Yaxşı ki, bu fetçi məni tanıdı. Məsələni dərhal başa düşdü və bizə yanaşı pəncərə qabağındakı masanın arxasına apardı. Mən arxam dənizə tərəf oturdum. Əsmər isə arxası camaata, üzü dənizə oturmuşdu və mən sifariş verən müddətdə çiynim üstündən dənizə və üfüqdə görünən çatılmaz Nargin adasına baxırdım. Nə içəcəyik? Şampan, dedi. Bilirəm, bu lap görməmişli idi, kababla şampan içməzlər, amma mən istəyirəm. Yadımdadır o axşam sizdə. Bəli, yadımdaydı. Yadımdaydı ki, o axşam bizdə Əsmər həyatında ilk dəfə şampan içmişdi. Amma onun uşaqlıq xatirələrinin sentimental qüssəsi məni yavaş-yavaş əsəbləşdirirdi. Həyatın pozulmaz məntiqinə görə keçib gedənləri qaytarmaq cəhdi kimə gərəkdi? Əsmər niyə bütün olub keçənləri qaytarmaq, xatirələri oyatmaq istəyir? Bura niyə gəlib? Ötən günlərinə ziyarətəmi? Kimə lazımdır bu ziyarət? Hiss eləyirdim ki, ovqatım getdikcə təlx olur. Qarşıdakı pəncərədən səkiyə mismar kimi vurulmuş dümdüz ağaclara baxırdım və qanım daha da qaralırdı. Kabab gətirdilər, göy-göyərti, turşu. 100 ildir kəvər yeməmişəm, deyə Əsmər ləzzətlə kəvərə girişmişdi. Xidmətçi şampanları açırdı. Sənə gülməli bir şey danışım. Bir dəfə balaca bir diplomatik məclis vardı. Camal da xidmətçini gözləmədi, şampanı özü açmağa başladı. Tərs kimi şampanın tıxacı sıçradı, gedib düşdü Latin Amerikası ölkələrindən birinin səfirinin boşqabına. Camalın rəngi rufu qaçdı, mən də qorxudan əsirdim. Amma Allaha şükür səfir baməzə adammış, zarafata saldı, keçib getdi. Əsmər bir qurtum şampan içdi. Yaxşı, sağ ol. İçək sənin sağlığına. Yox, bir dayan, tələsmə. Birinci toz sənin sağlığına. Mən çox şadam ki, lap çox şadam ki, sən gəlmisən. Birinci badəni içən kimi başa düşdüm ki, bugün mənə şampandan bir şey olmayacaq. Daha əsaslı bir şey lazımdır. Etiraz eləmirsənsə, mən özüm üçün araq sifariş eləyim. Elə də. Araq stəkanını başıma çəkdim və hiss elədim ki, bütün təfərrüatlar, xırda detallar hamısı əriyib gedir və
əsas şeylər qalır. Mənim xəyalımda da keçmiş oyanırdı. Tikə-tikə, parça-parça oyanırdı. Amma qeyri-real uşaqlıq illərinin keçmişi yox. O keçmiş illərin ərzində hissi varlığını itirmişdi. Sadəcə hadisələr, faktlar, sadalığı kimi qalmışdı. Ona görə də heç bir duyğu oyatmırdı. Mənim xəyalımda yaxın keçmiş, hələ solub sönməmiş, uzaqlaşıb itməmiş keçmiş, təhsil illərim Moskva canlanırdı. O illər, o günlər, bütün həyatım hələ irəlidə idi. Qəribə, dumanlı arzularla, xəyallarla dolu ömrüm hələ ancaq gələcək idi. Ömür tərəzimin keçmiş gözü yüngül idi. Göyün üzünə qalxmışdı. Gələcək gözü ağır idi, dolu idi, yükündən aşağı düşmüşdü. Qarşımdakı həyat böyüklüyü və təmkinliliyinə görə sərhədsiz, kənarsız, formasız və sahilsiz bir şey kimi görünürdü. Elə bil uzaqdan yaxınlaşdığın naməlum bir şəhərin peyzajıdır. Hər şey də biraz duman içində idi. Elə bil ekranda fokusu düzəlməmiş filmə baxırsan. Bu dumanlı mənzərədən, dumanlı şəhərin siqnal işıqları kimi, televiziya qülləsinin qırmızı işıqları kimi ayrı-ayrı nöqtələr görünürdü. Hadisələr, qələbələr, döyüşlər. Ancaq bu gələcəyə yaxınlaşdıqca, yaşın artdıqca, Ken kinomexanikinin göstərdiyi filmdəymiş kimi fokus düzəlir, duman çəkilir, dumanın arxasından real həyat çıxır. Real həyatın konturları, formaları, sahilləri, sərhədləri və onda bir çox şeyləri başa düşməyə, düzgün görməyə başlayırsan. Başa düşürsən ki, dünyanın rəngi bozdur və ayrı-ayrı hadisələr, qəribə işlər varsa da, onlar vadilər kimi vaxtın sonsuz səhrasında itib gediblər. Həyat elə uzundur ki, parlaq ola bilməz. Və ancaq sonda axıb getmiş keçmişə dönüb nəzər salarkən, çıxıb getdiyin, əbədi tərk elədiyin şəhərə baxan kimi ona baxarkən, yenə də başa düşürsən ki, bu arxada qalan şəhər, bu mənzərə, bu axşam qaranlığında görünməzləşən keçmişində hər halda nəsə var. Hadisələr, sevinclər, qələbələr, məğlubiyyətlər. Və indi onları görürsən. Tərk elədiyin şəhərin axşam qaranlığında televiziya qülləsinin işıqlarını görən kimi. İçən kimi başlayıram çərənləməyə, dərin qırıldatmağa, necə deyərlər, stəkanda tufan. Amma su stəkanında yox, araq stəkanında. Çaxırla dəm olmaq, işdə pillə-pillə qalxmaq kimidir. Bəs araq bir stəkan bəsdir. Bir stəkandan sonra kim istəsən olursan. İçən kimi Moskvadayam. Təyyarəsiz, qatarsız, pulsuz, biletsiz. Daragoy Milov küçəsində yasəmənlər açır. Bütün dostlarım yanımdadır. Dünyada nə qədər gözəl şeylər var. Axşam radio xoru, küçələrə su səpmişəm mahnısı, Moskva mayı, kişi dostluğu, arvad barmaqları, uzun sərin barmaqlar, dəniz, yazın erkən çağında torpaq, Zığulbada aylı gecə, Ağsu dolamalarını keçəndən sonra yağış, Tallinin qışı, Gürcüstan, bir də Hemingway'in yazdığı iri ləng atlar, Monsuri parkındakı atlar. Monsuri parkı Parisdədir. Parisdə də mən heç vaxt olmamışam. Bir də içəri şəhərin əbədi daşları. Heç kəsin dağıdıb sovura bilməyəcəyi daşlar. Əsmərə danışdım ki, bir dəfə bir dostumla içəri şəhərə gəlmişdik. Qədim hamamı sökürdülər. Kiminsə səhlənkarlığı ucundan hamama tarixi abidə lövhəsini vurmayıblar. Cavan, sarışın buldozerçi də entuziyastlar mahnısını oxuya-oxuya müthiş maşınını, bu yazıq, biçarə, sanki qorxusundan büzüşüb qalmış tikintinin düz üstünə sürürdü. Biz haray həşir qaldırdıq. Mənə nə var, dedi. Mənə deyiblər, mən də sökürəm.
Yoldaşım qaçdı ora-bura zəng eləməyə. Mən də oturdum buldozerin parçına. Buldozerçiyə dedim ki, hünərin var, məni buradan düşür. Bilirsən, gəl nəyin sağlığına içək? Bax, sən Moskvadan uçub gəlmirsən. Camalla dünyanın yarısını gəzmişsiniz. Amma ən yaxşı səyahət bilirsən hansıdır? Bilmirsən. Ən yaxşı səyahət araq şüşəsinin boğazından dibinə səyahət eləməkdir. Gəl, bax, bu səyahətin sağlığına içək. Bu mənim ənənəvi tostumdur. Kiminsə başını tolamaq istəyəndə bu tostu deyirəm. Bəs Əsmərə niyə bunu dedim? Ancaq daha özümü saxlaya bilmirdim. Danışırdım. Deyirdim ki, heç vaxt bir adam başqasını başa düşə bilməyəcək. Deyirdim ki, Allah yoxdur, amma mən bir dəfə onu eşitdim. Açarların zəngindən eşitdim. Bu açarlarla o bizi, insanları təklik kameralarında bağlayıb, indi də gəzir, özü üçün açarlarını cingildədir. Amma bu təklik kameralarında insanlar hamısı eyni şeyləri görür. Ulduzları, ayı, buludları, çarmıxa çəkilmiş səmanın bir tikəsini, bir udumunu, yağışı, bizim ümumi ərazimizi. Hər adamın həqiqəti onun içində bağlayır. Seyf kimi, şkaf kimi. Bu seyfi, bu şkafı başqası aça bilmir, çünki birinin açarı başqasına düşmür. Hər adam öləndə torpağa onun açarlarını da bastırırlar. Biz öləndə də torpağa bizi heç bir vaxt açılmamış şkafları bastıracaqlar. Aman Allah, mən nə qədər boş-boş danışırdım. Dəm olsam da birdən hiss elədim ki, o mənə qulaq asmır və harasa baxır. Hara baxırsan? Deyə mən kəskin soruşdum. Orada güzgü var. Güzgüyə baxıram, görəm mən hansı cür şkafa oxşayıram. Dəniz tərəfə getdik. Gəmiyə 2 bilet aldım. Dənizdən əsən külək Əsmərin saçlarının mürəkkəb səliqəsini alt-üst eləyirdi. O 2 əllə yaylığından yapışıb saçlarını birtəhər qorumağa çalışırdı. Mən onun çiyinlərini qucaqladım. Gəmi şəhərdən get-gedə uzaqlaşır, dənizin çılçılaqlarının əksinə boyanmış işıqlı tərəfindən ağır qaranlığına doğru gedirdi. Televiziya qülləsinin konturları itmişdi. Onun qırmızı işıqları gecənin düymələrini oxşayırdı. Əsmər dəsmalı ilə üzünü örtdü. Ancaq alnı və gözləri açıq qalmışdı. Alnı və gözləri gözəl idi. Mən onun baş yaylığını götürüb alnını və gözlərini örtdüm. İndi burnu, dodaqları, çənəsi açıq qalırdı və onlar da gözəl idi. Mən yaylıqla onun sifətinin müxtəlif tərəflərini örtürdüm və hər dəfə qalan hissələr gözəl, kamil idilər. Gəmi uzun bir fit verdi və geri dönməyə başladı. Mən barmaqlarımı onun sərin əlində gəzdirdim. Əzizim, dedim, sənin 5 barmağın varmış. Qəribədir, eləmi? Qəribədir ki, 6 barmaq deyiləm. O, bu sözləri yaylığın dalından dedi. Mən yaylığı onun dodaqlarından qopardım və Əsməri öpməyə başladım. Mən hiss elədim ki, yaylığı boynuma keçirdi və bərk-bərk dartdı. Onun sifətinin bütün formalarını, bütün əzalarını duyur və Əsmərin pıçıltısını eşidirdim. Bax, görürsən, səni buxuladım yaylığımla. Biz aerodroma gedirdik və mənim fikirlərim quma batmış maşının çarxları kimi bir yerdə hərlənirdi. Hərlənib eyni bir cümləyə qaydırdı. Sahil boyu səpələnmiş balıqçı komaları. Bu qırıq cümlə hardan düşmüşdü beynimə? Onun mənası nə idi? O kimdən, nədən danışırdı və nəyə görə bu cümlə bütün qəlbimi titrədir, ağrıdır? Əsmər mühacirlərdən danışırdı. Müxtəlif ölkələrdə rast gəldiyi mühacirlərdən. Bəzilərinin görürsən güzəranı da pis keçmir, amma hamısının gözlərində eyni bir ifadə var. Qəriblik, yalqızlıq ifadəsi. Mən düşündüm ki, bəlkə biz də, Əsmər də, mən də mühacirik. Böyüklər diyarına uşaqlıq ölkəsindən gəlmiş mühacirlər. Geri qayıtmaq imkanından əbədi məhrum olmuş mühacirlər. Vətənləri üçün qəribsəmiş mühacirlər.
Deməli, bircə Həştərxanda düşəcəyik. Səhər də Moskvadayam. Heyif ki, sənin ad gününə qala bilmədim. Bir görsən Allah, sonra əlavə elədi. Hələ ki Moskvadayıq, gəl, Camalla mən çox şad olarıq. Yenə də Camalla mən. Mən bilmirdim ki, Camal belə mənsəb qazanıb. Diplomatik məclislərdə şampan açmaq nadir şəxslərə nəsib olan saadətdir. Yaxşı, acı dil olma. O ayrı işlərlə də məşğul olur. Bilirəm, onun əlindən hər iş gəlir. Səhv eləmirəmsə, cavanlıqda çəkməçi olub. Sənsə cavanlıqda da axmaq olmusan, elə indi də axmaqsan. Bəli, Camal çəkməçilik eləyib, böyük ailə saxlayıb və özü də oxuyub. Belə şeyə rişxənd eləmək ayıbdır. Mən doğrudan da xəcalət çəkdim. Təyyarəyə yarım saatdan sonra minəcəkdilər. Biz aeroportun kafesində oturmuşduq. Vaxt çox ağır keçirdi. Elə dəqiqələr olur ki, lil həlim doldururlar, heç bilmirsən necə keçirlər. Boş dəqiqələr də olur. İçilmiş şüşə kimi, bilmirsən, onları neyniyəsən. Minik elan eləyəndə rahat nəfəs aldım. Bağışda biraz artıq əsli danışdım, dedim. Eybi yoxdur. O hələ də inci idi. İndi dediklərim heç, bayaq kebabxanada da çox səfeh sözlər danışırdım. Keçər, dedi və bu ondan eşitdiyim son sözlər idi. Trapın yuxarı pilləsindən çevrilib əl elədi, sonra təyyarənin qaranlıq qapısında qeyb oldu. Bir neçə dəqiqədən sonra o uca qara göydə 2 qırmızı, 1 yaşıl işıq nöqtəsi idi. 20 dəqiqədə keçdi, ayın 30-u oldu və mənim sinnim 1 yaş artdı. Bu vaxt mən şəhərə yaxınlaşırdım və gecə vitrinlərinin işıqları soyuq idi. Amma nəysə xoş bir rahatlıq hissi, azadlıq, asudəlik hissi içimi doldurmuşdu. Mən işim peşəm haqqında düşünürdüm. Düşünürdüm ki, sabah yox, artıq bugün səhər iş masamın ardına keçəcəm. Masamın üstündəki böyük ağ planşet haqqında düşünürdüm. Fikirləşirdim ki, tuşun nə yaxşı iyi var, yaxşı qəddənmiş qələmlərin nə gözəl forması var. Bir də düşünürdüm ki, işdən, fəaliyyətdən, gözəl dünyadan nə var və bunların olmaması nə böyük faciədir. Böyük şəhər mənim peşəm üstümə axırdı. Səhər məni yuxudan bacımın cingiltili səsi oyatdı. Təbrik eləyirəm, böyük oğlan olasan, balaca bacını incitməyəsən. Əyilib məni öpdü. Sənə telegram gəlib, Həştərxandan, Gürcüdəndir. Mən telegramı tapdım. 2 söz. Təbrik, öpürəm. Bir də imza. Kamikadze. 1967. Hekayənin sonu. Bayram həsrətində. Fatma xala dovğa bulayırdı. Məstan pişik tənbəl-tənbəl döşəmənin üstünə sərələnmişdi. İri divar saatının kəfkiri sağdan sola, soldan sağa var gəl eləyirdi. Küçədən qutab satan arvadın cır səsi eşidilirdi. Qutab var ha! Bürkü idi. Kimsə radionu bərkdən qurmuşdu. Muğamat konserti verilirdi. Hərdən bir küçədən keçən maşınların səsi eşidilirdi. Həyətdəki iri şah tutun altında bir dəstə ali məktəb tələbəsi imtahana hazırlaşırdı. Aşağı qonşular dalaşırdılar. Yuxarı qonşular paltar sərirdilər. Sağ tərəfdəki qonşular bərkdən şaqqıldayıb gülürdülər. Sol tərəfdəki qonşular evdə yox idilər. Həyətdə uşaqlar oynayırdılar. Bir oğlan və bir qız ipi tutmuşdular. Başqa bir qız ipin üstündən o yana bu yana tullanırdı. Kimsə həyətdəki kranı bağlamağı unutmuşdu. Su hey axırdı.
Nimdaşalan həyətə girib bir qədər qışqırdı. Ona köhnə, paslı çaydanı təklif elədilər. Bir qədər danışdılar, çənə-boğaz oldular. Sevdaları baş tutmadı. Nimdaş alan çıxıb getdi. Fatma xala bir əlini Doğanı buladığı qaşıqdan ayırmadan o biri əli ilə qazana bir çimdik duz atdı. Gülarə dərsdən qayıtdı. Fatma xala indicə qızının yenə Doğğa, yenə yemək, yatmaq, sabah yenə dərs deyib deyinəcəyini gözləyirdi. Amma Gülarənin gözləri gülürdü. Həmişə günün bürkü, əzici, tənbəlləşdirici vaxtında radio həzin musiqi verib adamı daha da qüssələndirir, yorğunlaşdırırdı. Bugün də radio çalırdı. Həmişəki kimi həyətdə uşaqlar oynayır, utab satan arvad bağırır. Bugün də hər günkü kimi idi. Amma Gülarənin gözləri gülürdü. O gəlib anasını qucaqladı. Doğanın çürüməsindən qorxan Fatma xala əlini qaşıqdan ayırmadan qanrılıb qızının alnından öpdü. Hə, neçə 5 almısan? 1-4 almışam. Nədən? Fizikadan. Hiss olunurdu ki, Gülarəni bu söhbətlər maraqlandırmır. O, anasına nəysə başqa bir şeydən danışmaq istəyirdi. Fatma xala isə, canın sağ olsun, sabah 5 alarsan, deyə qızına təsəlli verirdi. Lap yaxşı bilirdim, başladı əlavə suallar verməyə. Əşi, zərər yoxdur, canın sağ olsun. Hə, onsuz da bu rübdə fizikadan 2-5'im var. Rüblük 5 olacaq? Yəqin, 2-5, 1-4, gərək 5 olsun. Sonra Gülarə əlavə elədi. Ana, onu bilmək olmur. Elə əntiqə adamdır ki. Bir də görürsən, bəhanə gətirdi ki, 5'ləri əvvəl almısan, 4'ü sonra, demək axıra yaxın körramısan. 5 versəm, arxayınlaşarsan. Gərək 4 verəm ki, çalışasan. Onda bir də cavab ver, 5 al. Hardan? Sinifdə 30 adam var, rübə az qalıb, mənə növbə çatmaz. Hə, onsuz da tarixdən 4 olacaq. Nə təfavütü var? 1-4 ya 2-4. Qalanlar 5'dir? Hə, idmandan 3'dür, amma o heç. Əşi, idmandan zərər yoxdur. Amma çalış, gələn rüb, hamısını 5 elə. Niyə? Fatma xala təəccüblə baxdı. Necə yəni, niyə? Nə təfavütü var? 5 olsun, 4 olsun, 3 olsun. Fatma xala istehza ilə dedi. Ay bərəkallah. Əcəb ağıllı sözlər danışırsan. Sonra əlavə elədi. Səhərdən açsan, yəqin ona görə belə hətərən-pətərən danışırsan. Yemək istəyirsən? Hə. Doğğa hazır olana qədər götür biraz pendirdən çörək ye. Gülarə rəfdən çörək və bıçaq götürdü. Bir parça çörək kəsdi, üstünə biraz pendir qoydu. Həvəssiz, iştahasız yeməyə başladı. Ana, nə deyirsən? Hiss olunurdu ki, nəysə bir söz gəlib xirtdəyinə dirənmişdi. Bu sözü çıxarmaq istəyirdi, amma bacarmırdı. Cürəti mi çatmırdı? Nəhayət qərara gəldi. Ana, bu bizim qonşumuzun oğlu var ha. Bəstəkar səsi əsirdi. Fatma xala bunu duydu. Hə, nədir ki? Qəribə axmaq oğlandı. Niyə Aygülü, axmaq niyə olur ki? Bugün dərsdən evə gəlirəm, o da yuxarıdan eyvandan baxır. Gülarənin dili dolaşırdı. Hə, yuxarıda dayanıb, əlində bir dəstə gül vardı. Mən həyətə girəndə düz qabağıma atdı. Bilmirəm, bəlkə də əlindən düşdü. Güllər düz qarşıma səpələndi. Yəqin əlindən düşüb, deyə Gülarə yenidən tələsik əlavə elədi. Elə bil o, inanmadığı bir şeyə inanmaq istəyirdi. Gülləri götürüb yığdın, deyə Fatma xala soruşdu. Yox, onun nökəri zadı deyiləm ki. Gülarə yalancı bir məğrurluqla cavab verdi. Əlindən salıb özü yıxsın. Mən o saat evə qaçdım ki, birdən mənə deyər gülləri gətir, sonra aparmasam yaxşı olmaz. Hə,
Qəribə adamdır o. Bir dəstə gülü də əlində ağıllı başı saxlaya bilmir. Fatma xala gülümsündü. Yox, Gülarə, dedi. Yəqin o özü qəsdən gülləri sənə atıb. Ən xəfif, ən gizli, öz-özünə belə etiraf eləyə bilmədiyi, arzuladığı bir şeyi eşidərkən Gülarə qəribə bir hal keçirdi. Bu onun üçün bayram idi. Bu hələ məhəbbət bayramı deyildi. Axı Gülarənin vur-tut 15 yaşı vardı. 14-15. Lakin bu başqa bir bayram idi. Bu, qadın qəlbində məhəbbətdən çox erkən oyanan və məhəbbətdən çox sonra sönən bir hissin, riqqətləndirici və güclü bir istəyin, diqqətin istəyinin, pərəstiş, səcdə, xəfif, həssas, incə bir nəvaziş istəyinin bayramı idi. Gülarə pörtüb həyəcanla pıçıldadı. Bu, mənə niyə atsın ki? O uşaqlıqdan səni çox istəyirdi. Sən 1 yaşında idin. O da 10 yaşında bir oğlan idi. Tez-tez səni qucağına alardı. Bir dəfə səni qucağına alanda sən yaramaz oğlanın burnunu dişləmişdin. Gülarə uğunub getdi. Doğrudan? Özü də səni yaman çox istəyir. Mənim balaca bacım deyir. İndi gülləri də sənə sataşmaq üçün atıb. Bilib ki, sən qorxub qaçacaqsan. Uşaqlıqda da həmişə sənə sataşardı. Səni inandırmışdı ki, güya ayda yaşayır, gündə oradan təyyarə ilə uçub gəlir. Gülarə hələ də gülürdü. Doğrudan? O aramsız gülürdü. Bilirsən, deyə indi daha artıq cəsarətlə danışmağa başladı. Sırağa gün mən evə gələndə o yoldaşları ilə dayanmışdı. Mən keçəndə bu vaxt qapı açıldı. Qonşu Dilşad xala gəldi. Gülarə sustu. Dilşad xala Fatma xala ilə bərkdən danışmağa başladı. Nə var, nə yox? Doğğa buluyursan? Həngaməni də eşidirsən də? Nə həngamə? Ay arvad, eşitmirsən? Həyətdə bir həngamə qalxıb ki, yuxarıda Xədicəgil paltar sərir. Suyu bütün həyətə süzülüb, hər yandan qonşular çıxıb dava başlayıb. Dəmir tuçqac da Xədicənin əlindən düz faiqin başına düşüb, az qalıb uşağın başı yarılsın. Gülarə söhbətə diqqət verdi. Dilşad xala fasiləsiz danışırdı. Gör yazı uşağın başına necə bərk dəyib ki, əlindəki gülləri də töküb həyətə. Fatma xala məzəmmətlə Dilşada baxıb başını buladı. Dilşad heç bir şey başa düşmədisə də, Fatma xalanın tutulduğunu görüb təəccüblə sustu. Fatma xala yenə doğasını buladı. Məstan pişik tənbəl-tənbəl döşəməyə sərələnib, özünü günə verirdi. İri divar saatının kəfkiri sağdan sola, soldan sağa var-gəl eləyir, küçədən qutab satan arvadın cır səsi eşidilirdi. Qutab var ha, qutab var! Bürk idi. Kimsə radionu bərkdən qurmuşdu. Muğamat oxunurdu. Həyətdəki su kranını bağlamağı unutmuşdular. Su hey axırdı. Gülarə başını mizin üzərinə qoydu. İçin ağladı. 12 sentyabr 1958.